Bismillah. Bürclərin 26 aprelə ən düz proqnozu. 26 aprel üçün bürclərin mümkün ən real və balanslı proqnozunu təqdim edirəm. Qoç, bugün enerjin yüksəkdir, amma tələskən qərarlar zərər verə bilər. Pul mövzusunda risk etmə, sabit qal. Axşam saatları daha uğurludur. Buğa, maddi baxımdan yaxşı xəbər və ya fürsət ala bilərsən. Səbirli olsan qazancını artırmaq şansı var. Münasibətlərdə isə açıq danışmaq vacibdir. Əkizlər, gözlənilməz xəbər və ya zəng gününü dəyişə bilər. İşdə yeni ideyalar uğur gətirəcək, amma diqqətini dağıtma. Xərçəng, daxili hisslərin güclənir. Bugün qərarlarını intuisiyaya görə versən, udarsan. Ailə ilə bağlı məsələ ön plana çıxa bilər. Şir, özünü göstərmək üçün ideal gündür. Yeni tanışlıqlar və diqqət mərkəzində olmaq şansı var. Amma egonu nəzarətdə saxla. Qız, detallara diqqətin sayəsində uğur əldə edəcəksən. İş və maliyyə mövzusunda düzgün addım atırsan. Sağlamlığı da unutma. Tərəzi, sevgi və münasibətlərdə qərar günü ola bilər. Tarazlığı qorusan hər şey sənin xeyrinə işləyəcək. Əqrəb, gizli qalan bir məsələ üzə çıxa bilər. Bu səni gücləndirəcək. Maddi baxımdan ehtiyatlı olmaq lazımdır. Oxatan, səyahət, plan və ya yeni imkanlar gündəmdədir. Risk almaq istəyəcəksən, amma hesablı olsan daha çox qazanarsan. Oğlaq, karyera ilə bağlı mühüm addım ata bilərsən. Rəhbərlik və ya nüfuz qazanmaq şansı var. Sakit və ya strateji davran. Dolça, yaradıcı ideyaların diqqət çəkəcək. Sosial mühitdə uğur var. Yeni layihələr üçün yaxşı gündür. Balıqlar, duyğuların dərinləşir. Keçmişlə bağlı düşüncələr ola bilər. Pul və işdə isə gözlənilməz kiçik qazanc mümkündür. 26 aprel üçün maliyyə enerjisinə görə ən şanslı və ən gərgin bürcləri qısa və konkret şəkildə. Pulda ən şanslı bürclər. Buğa, pul axını açılır. Gözlənilməz qazanc, borcun qaytarılması və ya yaxşı fürsət mümkündür. Oğlaq, karyera və gəlir artırıcı addımlar üçün ideal gündür. Ağıllı qərar bərabərdir real qazanc. Qız, dəqiq plan və hesab sayəsində pulunu artırmaq şansı var. Kiçik fürsət böyük qazanca çevrilə bilər. Pulda ən gərgin bürclər, qoç, tələsik qərar və riskli addımlar maliyyə itkisi yarada bilər. Səbirli ol. Əqrəb, gizli xərclər və ya gözlənilməz ödənişlər çıxa bilər. Büdcəni qorumaq vacibdir. Balıqlar, emosional qərarlar pula təsir edə bilər. Borc vermək və ya risk etmək tövsiyə olunmur.